Azərbaycanda sərhədyanı kəndlərə böyük qayıdışı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir. Yeni Sabah AzReport istinadla məlumat verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bugün keçirilən ilk iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi vaxtı bildirib. Ölkəmizdə 4044 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriyib. Hökumət Bakının 2040-cı il baş planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 3 rayonun yalnız 29 da əhali 100 min nəfərdən çoxdur. Yəni rayonların cəmi 46%-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min 100 min arası əhali yaşayır. 4044 kəndin yalnız 92 də əhali sayı 5,0-dən çoxdur. 4 kəndin əhalisi isə 50 nəfərdən azdır. 2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edir. Yəni, ölkə üzrə təbii qaz istehlakının 3% paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kilovat-saat, Bakı əhalisi isə 2,8 milyard kilovat-saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 2% paytaxtdan payına düşür. Halbuki Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq, o əlavə edib. Bundan başqa, onun sözlərinə görə Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var. Bunun hər hansı büdcə itkisi olmayacaq. Əksinə, əhalinin geri dönüşü artdıqca sıxlığın yaratdığı problemlər mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səramiyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik.